Herkese salam değerli TikTok izleyicilerim. Gördüğünüz bu hesap yani bir çoxların başına bəlkə də gəlib. Mənim kimlik denetləyici bilmirəm nədir. Elə bir hesabıma açılıb, hesabım oğurlanıbdır. Bu hesab mənim şəxsi hesabımdır. Kimin əgər belə şeydən başı çıxırsa, zəhmət olmasa ya kommentlərdə ya da direktdən mənə yazsın. Bu hesabı artıq dərəcədə sizdən xahiş edirəm geri qaytaraq. Çünki içərisində 1500-ə yaxın videom var. Videolarımın hamısı havaydan yerə həqiqətən batdı getdi. Artıq bir neçə aydır ki, yəni bu hesabı qaytarmaq mümkün deyil də. Hesaba ikili doğrulama vermir. Kimlik denetləyici proqramı istəyir, amma bilmirəm ki, hansı proqramdır. Deyir kod ora gəlir. Kodu da ki, tapa bilmirəm hansı koddur. Zəhmət olmasa kimin başı çıxırsa, bir daha deyirəm, mənə ya şəxsidə ya da ki, kommentlərdə yazsın. Bunu artıq dərəcədə yəni xahiş edirəm ki, bu hesab qaytaraq geri. Yoxsa videolarım heç nədən yerə batıb gedəcək. Çox sağ olun, təşəkkürlər. Məni başa düşdüyünüz üçün.